Biz indi qarşıdan sola dönəcəyik. Bugünkü dərsimiz dediyim kimi şəhərdaxili yollarda olan döngələrdir. Döngələr haqqında indi sənə geniş şəkildə izah verəcəm. Bu sənin də beynində yaranmış sualların cavabı olacaq, eləcə də video qarşısına çıxan izləyicilərin də. Düzgün şəkildə dönmək üçün nələrə diqqət etməliyik? Birinci, düzgün şəkildə dönə bilmək üçün iki şeyə diqqət etməliyik Rəqsəni. Bax, bundan öncəki dövrədə diqqət elədinmi? Mən bəzi döngələrdə sənə komanda verdim ki, qaz pedaldan istifadə eləyərək sürəti artır və dön. Amma bəzi döngələrdə sənə əyləc pedalından istifadə eləyərək sürəti azalt, tam dayan və yaxud da gələn gedən var ya yox, yoxla sonra dön. Düzdürmü? Yəni adamın beynində bir sual yaranır da, mən hansı döngədə qazdan istifadə eləməliyəm, hansı döngədə tormuzdan istifadə eləməliyəm, yəni əyləc pedalından. Bax, indi bunları sənə izah edirəm. Döngədə qaz pedaldan yaxud əyləc pedalından istifadə eləyərək dönməli olduğumuza qərar verən iki hal var. Birincisi yolun relyefi. Əgər sənin dönəcəyin yol üzü enişə doğru olan yoldursa, yəni üzü aşağıya doğru dönən yoldursa, demək ki, sənin sürətin avtomatik olaraq artacaq. Sən sürətin artmaması üçün əyləc pedalından istifadə eləməlisən ki, sürəti stabil saxlayaraq dönə biləsən. Və yaxud da tam əksinə, dönəcəyin yol üzü yuxarıya, yəni üzü yoxuşa doğru olan yoldursa, demək ki, sənin avtomobilin sürəti azalacaq, sən o yoxuşu qalxmaq üçün qaz pedaldan istifadə etməlisən. Bu aydın oldu mu? Deməli, bir səbəb yolun relyefidir. Yolun relyefindən asılı olaraq biz döngədə bəzən qazla, bəzən əyləc pedalı ilə, tormuzla dönürük. İkinci, daha mühüm məsələ, yolun əhəmiyyəti. Biz indi ikinci dərəcəli yoldan əsas yola çıxırıq. Çünki, bax, çevril, bax, sola. Pəncərədən çiyin baxışıyla çevril, bax, qızım. Nə görürsən? Yaşayış binası. Avtomobillər dayanıb, düzdürmü? Bura, belə deyim də, məhəllədən, həyətdən çıxan yoldur. Ora isə əsas yoldur. Deməli, burada artıq sağ prinsipi qüvvəsini itirir. Sağdan gələnə yol veririk prinsipi eyni əhəmiyyətli yollardadır. Qayda deyir ki, məhəllələrdən, dalanlardan, yanacaq doldurma məntəqələrinə, yəni bu tip yerlərdən əsas yollara çıxış yol ayrıcı hesab edilmir. Yəni sən burada həm soldan gələnə, həm sağdan gələnə yol verərək dönməlisən, sola yaxud da sağa. İndi sağa dönərkən soldan gələnə sağdan gələnə yol verməyə ehtiyac yoxdur, o zaten yolun o biri tərəfindədir. İkinci qərar verən, dediyim kimi, yolun əhəmiyyətidir. Amma sən indi buradan dönəcəksənsə, demək ki, dayanacaqsan, ehtiyac varsa. Baxacaqsan, soldan, sağdan gələn yoxdursa, qaz pedaldan istifadə eləyərək sürəti artıraraq dönəcəksən. Bir də bunun tam əksini düşün. Sən o yoldan gəlib bura dönəcəyin təqdirdə necə? Əsas yoldan ikinci dərəcəli yola daxil olursansa, yəni ana yoldan məhəllənin içinə, yanacaq doldurma məntəqəsinə, dalana dönürsənsə, demək ki, sən yüksək sürətli yoldan aşağı sürətli yola daxil olursan. Necə dönmə? Nədən istifadə eləməlisən? Əyləc pedalından. Fikrimi çatdıra bilirəm? Yəni, loru dildən deyirəm, bu cümləni işlədəndə bəzən o qədər psixoloji problemi olan adamlarla qarşılaşırsan şəhərlərdə. Misal üçün, izah edirəm mən sizə ki, əyləc pedalı. Bəzən elə olur ki, bu əyləc pedalına tormuz pedalı deyirik də. Dədə-babadan bunun adı tormuz pedalı olubdur. Tormuz yox, əyləc. Yəni, doğrudan da bu adamlar, bu tip adamlar var ha ki, bunlar əsas mövzudan uzaqlaşır, başqa nəyəsə fərqli bir rəy yazmaq üçün can atır da. Xülasə, yəni, döngədə sənin tormuz yaxud da qaz verməli olduğuna qərar verən, dediyim kimi, iki haldır, iki şərt var. Birincisi yolun relyefi, ikincisi yolun əhəmiyyəti.
İndi sən buradan sola dönəcəyin təqdirdə necə dönməlisən? İzah elə görün mənə. Yavaş getməliyəm. Rahat ol, fikrini bölüş. Gözləməliyəm. Maşın varsa keçəcəm, maşın yoxdursa keçməyəm. Niyə gözləyirsən? Gələnləri. Ona görə gözləyirsən ki, sən ikinci dərəcəli yoldan əsas yola Hə. daxil olursan. Burası tamam. Hə. Yaxşı. Ehtiyac yaranarsa yol verməlisən. Kimlərə yol verməlisən? Gələn maşınlara. Hardan gələn maşınlara? Sağdansa, soldan da. Və qarşıdan da gələnə yol verməlisən. Birinci səni bayaq da izah elədim. Kim vura bilər? Zərbə hardan gəlir? Yolu keçəndə də piyada şəklində ki, yolu keçirsən, ha, onda da birinci sola bax. Balaca vaxtı bunu anam öyrətmişdi mənə. İndi onun öyrətdiyindən mən sizə dərs keçib pistə çıxmasını iş görürəm, pul qazanıram. Bax, birinci sola bax. Soldan gələn yoxdursa, ondan sonra sağa bax. Yaxşı? Buradan sola dönərkən, bəli, hər kəsə yol verməlisən. Birinci soldan gələnin olub-olmadığını yoxlursan, sonra sağdan gələnin olub-olmadığını yoxlursan, varsa yol verməlisən, yoxdursa hərəkəti davam elətdirə bilərsən. Daha sonra bax qarşıdan gələn, o məhəllədən gələn sürücü varsa ona da yol verməlisən. Ona niyə yol verməlisən bəs? Axı o ki məhəllədən çıxır. Vura bilər mən keçəndə. Yox, məlum. Qanunla yol verməlisən. Niyə? Yəni bunun nə məntiqi var? Bax qızım, ona görə ki, sən də ikinci dərəcəli yoldan əsas yola daxil olursan, o da ikinci dərəcəli yoldan əsas yola daxil olur. Deməli, sizin kəsişmə nöqtəniz nədir? Eyni əhəmiyyətli yolların kəsişməsi. Eyni əhəmiyyətli yolların kəsişməsində kim üstün idi? Sağdan gələn nəqliyyat vasitələri. Yəni sən soldan gələn varsa yol verirsən, sağdan gələn varsa yol verirsən, buyur, dön. Üzbəüz, yəni oradan gələn varsa ona da yol verib sonra davam edirsən. Çünki o sənin sağına düşür. Amma burada bir şey deyim sənə, qarışdırma. Sən düz gedəcəyin təqdirdə, o yolun hərəkət iştirakçısı olacağın təqdirdə sağdan yaxud da soldan çıxanlara yol verməli deyilsən, ha? Nə var o mənim sağıma düşür deyə. Çünki onlar, o da, bu da ikinci dərəcəli yoldur. Aydın oldu sənə? Yaxşı. İndi solu yandır. Qoy drive rejiminə. Bax güzgüyə kimsə gəlmir ki. Yox. Sükanı azacıq sola çevir, kifayət elədi. Get görə biləcəyin qədər irəliyə doğru. İndi tam dayan. Bax, oradan gələn yoxdur ki. Sağdan gələni görmürsən amma düzdür. Bir balaca irəliyə doğru burax avtomobili. Yoxdur ki gələn. Var. Biraz da burax. Və bax, onun dönmə siqnalını görsən yanır. Maşınların işıqları danışır qızım. Ona da fikir ver. Yoxdur ki heç kim. Sükanı çevir və qazı verərək. Buradan da gələn yoxdur. İndi qaytar və artır sürəti. Biraz da artır. Bu yol ayrıcını daxil olma şəkli aydın oldu sənə. Və biz qaz pedaldan istifadə eləyərək, sürətlənərək döndük. Düzdürmü? İndi biz baş yoldayıq, yəni bu yol əsas yoldur. Və qarşıdan o avtomobil döndüyü istiqamətdə sola dönəcək. Bu arada sola döngələr sağa döngələrdən çox-çox çətin, məsuliyyətli və qəlizdir. Biraz artır sürəti, artır qızım. Sola dönmə siqnalını yandır. İndi cüzi sürəti, çox yox. Bu qədər əladır. Buyur, çevir sükanı. Əhsən və qaytar. Burada isə əyləc pedalından istifadə edərək döndük. Yəni tormozdan. Niyə? Çünki əsas yoldan ikinci dərəcəli yola daxil olduq. Trampolinləri nəzərə al. Burax. İndi qarşıda stop nişanı var, amma stop xətti yoxdur. Artır sürəti. Sola dönmə siqnalını yandır. Hələ get. Bax, burada kəsişmə nöqtəsində tam dayan. Maşın olsa da, olmasa da mütləq dayanmalısan. İndi artıq gəlir yol ver nişanının tələbi bir növ. İndi balaca, sən axı
o tərəfdən gələni, bu tərəfdən gələni görürsən, oradan gələni biraz çətin görürsən. Hələ də orada bir yük avtomobili dayanıb görüntünü məhdudlaşdırsa, ümumiyyətlə görə bilməyəcəksən. Amma bu o demək deyil ki, sən oradan gələni görə bilmirsən deyə stop nişanının tələbinə məhəl qoymadan yolun ortasına kimi hərəkət etməlisən irəliyə doğru. Yox, tam dayandın. İndi əyləci biraz burax. Görüntün açıldı mı? Görə bilirsən? İndi soldan gələnləri sıralama. Birinci soldan gələnləri yoxla, təmiz. Sağdan gələnləri yoxla, bu avtomobildən sonra təmiz, üzbəüz gələn yox. İndi qazı basaraq dön. Artır sürəti, ora bax. Hara baxsan ora gedəcəksən. Qazdan istifadə elə. Gördün, düşdün düz sola. Burada isə gördüyün kimi qaz pedaldan istifadə edərək döndük. İndi yenə də baş yoldasan, sağdan, soldan, həyətlərdən çıxanlara məhəl qoymuruq, artır sürəti. Sola dönmə siqnalını yandır. Sağı unut, sağda heç kim yoxdur. Bax, bu gələnlərə yol ver. Aha, o piyadaya yol verdi. Bax, indi sola. Maşının burnu oldu mu dönəcəyin yolun ortasında? İndi sükanı çevir, səbirli ol. İndi artır, bax, fürsətdir, artır. Piyadalara görə o maşın dayanmağa məcbur idi. Sən də fürsətdən istifadə elədin, keçdin. İndi qarşıdakı döngəni buyur, özün dön. Təlaşlanma, rahat, sərbəst şəkildə. Stop. Böyük səhv elədim. Əlvi götür sükandan. 2 dənə böyük səhv elədin qızım. 1. Sən yolun ortası ilə gedəndə oradan gəlib bu yola dönən yazıq hardan dönsün? Toqquşacaqsan, toqquşacaqsan. Yolun sağında olmalıydın 1. İkincisi, sən bilmirsənmi ki, qarşıdan sola dönəcəksən? Hə? Niyə dönmə siqnalını yandırmamısan bəs? İşıq pulu mu yazır? Döndər sağa, sükanı çevir. Çevir, çevir, çəkil sağa. Ha, sağ. İndi sola elə. Bax, belə. Yenə yandır, dönmə siqnalı. Görürsən, o da rahat gəlib dönə bilir. Yolunu bağlamamısan çünki. Buyurun. Bir də Rəqsanə, dönəcəyin yola çevril bax. Sənin çevrilib baxman, çiyin baxışın biraz kəmdir. Güzgülər var, tamam. Bu şəkildə belə baxmağımız var, tamam. Amma bax, bu baxış çox mühümdür. Dönəcəyin yola baxa-baxa dön. Onda hara baxsan ora gedəcəksən. Trampilinə nəzərə al, hələ tez idi. İndi bas, biraz da bas, bırax. Artır sürəti. İndi qarşıdan da özün sola dön. İkinci dəfə böyük diqqətsizlik elədin. 2 dənə səhv yenə də. Artır sürəti, çəkil sağa. Çəkil sağa. 2 dənə səhv, eyni səhvlər. Sürəti azal. Yenə dönmə siqnalını yandırmadın. Bax qızım, dönmə siqnalını yandırmamaq, mən bilirəm onu sən qəsdən eləmirsən, amma işin mahiyyətinə bax. Birincisi qayda pozuntusudur. Cəriməsi var. İkincisi, üzr istəyirəm ifadəmə görə, mən bunu sənə münasibətin düz formalaşsın deyə izah edirəm, sənə şamil eləmirəm yəni. İkincisi, mədəniyyətsizlikdir. Yəni, sürücü düşün ki, dönür, amma dönmə siqnalını yandırmır. Bu halla nə qədər qarşılaşırıq biz və heç də yaxşı fikir səsləndirmirik o sürücülər haqqında. Üçüncüsü, qəzanın səbəbidir. İndi düşün, sən düz gedirsən, dönmə siqnalını yandırmamısan. Sənin arxanca gələn sürücü bilmir axı sən sola dönəcəksən. O da səni
sürətin onu qane eləmir. Ötmək üçün keçir soluna ki səni ötsün. Həmin momentdə sən də dönürsən sola və nə olur? Qəza baş verir. Anladın? Ona görə də dönmə siqnalına qarşı məsuliyyətli ol. Buyur. Sola dönmə siqnalını yandır. Bax, gör gələn yoxdur ki. İndi buyur, keçid elə bir balaca sola. Qarşıdan da eyni trayektoriya, eyni marşrut xətti özündə. Çox da anlamadım sən. Yox. Səhvin oldu yoxsa yox? Oldu. Nə oldu? Nə oldu? Yəni, səhv elədinmi? Sual verirəm, yəni sən soruşuram. Yox. Eləmədin. Amma çox böyük bir səhv elədin. Nə? Sizin, bunu sən görmürsən, mən görürəm. Eləcə də digər professional sürücülər baxanda görür. Sizə bunu gözünüzü açıb göstərmək lazımdır. Bunu göstərmədən sənin üstünə nə qədər qışqırsam da sən onu anlamayacaqsan. Bildiyini də unudacaqsan. Sən ikinci dərəcəli yoldan əsas yola daxil olmadınmı qızım? Aşağı sürətli yoldan daha yüksək sürətli yola daxil olmadınmı? Bəs bu yolda hərəkət eləyən digər nəqliyyat vasitələrinin sürətini niyə nəzərə almadın? Sən axı qaz pedaldan biraz istifadə edib sürətlənərək bu yola daxil olmalıydın. Sən baxdın gələn gedən yoxdur, öz kefinlə də döndün. Sən dönüb qurtarana qədər arxadakı maşın gəldi çatdı. Və mən sağa çəkməsəydim, o bizi vurmasa da səs siqnalından istifadə eləyəcəkdi. Vurmamaq üçün əyləc pedalından istifadə eləyəcəkdi ki, bu da o anlama gəlir ki, biz onun üçün qəza şəraiti yaratdıq. Anladın mı? Yəni, verdiyin qaz az oldu. Və o az qaz, yəni qaz pedalını az basmağın qəzaya səbəb idi. Göstərdinmi sənə? Gördünmü? Anladınmı? Beynimizdə bizim konservant fikirlər çoxdur da. Bu fikirləşirəm ki, elə böyüklərin bizim şuuraltımıza yeritdiyi fikirlərdən də qaynaqlanır bir növ. Nə? Aşağı sürətlə sür bala, yavaş-yavaş sür. Eybi yox, 5 dəqiqə gec çat. Belə bir şey yoxdur, bilmək istəyirsənsə. Hər yolun öz tələbi var. Bəli, inzibati ərazilərdə, yəni yaşayış zonasında, məhəllə içi yerlərdə 5 ilə, 10 ilə, 15 ilə, maksimum 20 ilə sürə bilərsən. Yaşayış məntəqəsində maksimum 50 ilə sürə bilərsən. Yaşayış məntəqəsi buradır. Yaşayış məntəqəsindən kənar yollarda maksimum 90 ilə sürə bilərsən. Avtomagistrallarda isə 110 ilə sürə bilərsən. Yəni, hər yolun öz tələbi var. Sən 90-lıq yolda 50 ilə maşın sürsən, əlbət ki, başqaları üçün qəza şəraiti yaradacaqsan. Elə yer var ki, qızım, orada sən qazı verib, bir neçə saniyəlik qazı verib canını qurtarmalısan. Bayaq stop nişanı tətbiq olunmuş yol ayrıcı var idi ya. Böyrümüzdə də bir maşın dayanmışdı. Mən sənə dedim ki, bu maşın sənin qoruyucundur. Dedim ki, qazı ver tez get, sənin verdiyin qaz orada da az olmuşdu. İndi başa düşürəm də, qaz verməkdən qorxursunuz ki, birdən verdiyim qaz çox olar, emosional alınır, anlayıram. Amma anla, mən sizə qazı verdiyəndə qazı basıb, uzun müddət basılı saxlayıb, gedib vurub dağıtmağı nəzərdə tutmuram. Qısa müddətli qaz verib, sıçrayış lazımdır bizə bir növ. Anladın? Buyur, indi sola dönmə siqnalını yandır. Keçid elə. Kimsə yoxdur ki, artıq sürəti və davam elə. İndi işıqları bir pillə də yandır. Yox. Qabarit işıqları yanırdı da, indi bir dəfə də vur. Bizim qabağa vur. Qızım, vurdum bəli. Artıq sürəti. Yenə də eyni marşrut xətti.
Bu dəfə elədiyin səhv Ya. üçün bax, o birilərdən daha böyük səhv idi. Daha böyük səhv idi. Biri var ki, bir səhvi bir dəfə eləyərsən normaldır, bilmədən eləyərsən. 2 dəfə eləyərsən, sən hər döngədə bu səhvi eləyirsən, dönmə siqnalını unudursan, hansı ki, az əvvəl mən sənə onu izah eləmişdim. Və orada dayanmağa da lüzum yox idi, kimsə yox idi. O boyda sürəti azaldıb, minimala salmağa gərək də yox idi. Mən səni qınamıram ha, bu səndən keçmədiyimiz dərslikdir. Birinci dəfədir bu dərsliyi keçirib və bu dərsi də mən qeydə alıram, çəkiliş gedir, onun da həyəcanı var, sən də onu da anlayıram. Amma çalış ki, bu səhvi düzəldəsən, yaxşı?